bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV efirində Kərbəla vaqiəsinə əsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi təqdir yoxsa tarixdir. Qonaqlarımız isə ilahiyyatçı Hacı Qurbət Abdulovdur. Hacı, xoş gəlmisiniz. Çox sağ olun. Allah razı olsun. Təşəkkür edirəm dəvətinizə görə. Allah sizdən də razı olsun. Verilişiniz daim olsun inşallah. Sağ olun. Çox minnətdarıq sizə, təşəkkür edirik. Digər qonağımız isə Əhl-i-Beyt məddahı Sənan Sarıyevdir. Sənan bəy, siz də xoş gəlmişsiniz. Çox sağ olun qardaş, Allah razı olsun. Təşəkkür edirəm. Hacı, Kərbəla vaqiəsi İslam tarixində həm İslamın seyrini dəyişmiş bir vaqiədir ki, həm də eləcə də ən faciəvi mənada İslam tarixində İslamın simasına qalmış bir çapıq izi kimidir ki, günü bugünə qədər də özünü bəlli eləyir. Həm əqidə məsələlərində, həm yanaşma məsələlərində və ümumiyyətlə fikir cərəyanlarının yaranmasında və əlbəttə ki, bu səbəbdən Kərbəla vaqiəsinin daha dəqiq araşdırılması önəmi artıq üzə çıxır. Amma Kərbəla vaqiəsinin bir növ düşünəndə alternativ yolları da insan həmişə maraqlandırır. Biz görürük ki, İmam Hüseyin əleyhissalam artıq yola üz qoyanda və artıq hərəkatını başladığında bir çox səhabələr onu fikrindən döndərmək istəyirdilər və ona tövsiyələr verirdilər. Ümumiyyətlə, elə bu minvalla götürsək, Kərbəla vaqiəsinin ümumiyyətlə qarşısını almaq olardımı? Kərbəla vaqiəsini baş verməməsi üçün bir şey etmək olardımı? Yenə də təşəkkür edirəm suallarınıza görə. Çox gözəl suallardır. Amma o ki, qaldı Kərbəla vaqiəsi ki, deyirik, özümüz elə deyirik vaqiə, yəni hadisə. Yəni, Kərbəlada iki dənə əsas, yəni meyar götürsük var idi. Birinci budur ki, Kərbəla hadisəsinin baş verməsində şərt və səbəb. Bəli. Şərt əvvəldən vardı. Yəni, Həzrəti Peyğəmbər sallallahu dünyasını dəyişəndən elə o şərt var idi. Bəli. Sadəcə olaraq səbəblər fərqli idi. Bir şey səbəb olmalı idi ki, o şərtin icra olunsun artıq cəzası. Yəni, Allah ki, təyin eləmişdi, ətiullah, ətiur rəsul ulul əmr. Allahın sözü var, bir də Allahın özü. Allahın özünə ibadət vacibdir, öz yerində. Amma Allahın sözünə itaət ki, Allah tələb edirdi, itaət vacib idi, ətiullahda. Allahın sözü də Peyğəmbər idi, biri. Biri Peyğəmbər idi. Peyğəmbərin sözünün də biri yenə imamət bəhsidir. Ki, Allah özü buyurur ki, Həzrəti Peyğəmbəri təyin eləyəndə لَقَدْ مَنَّ اللّٰهَ عَلَى الْمُؤْمِنِينَ اِذْ بَعَسَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ يَتْلُوا عَلَيْهِمْ Biz dəfələrlə bunu söhbətlərdə də vurğulamışıq ki, tilavətlə Qur'anın qiraətində fərqi var. Qiraət hər bir şəxsin özü içində, tilavət xalqa kütləyə təbliğ çatdırmaq. Ki, vəzifədir, təklifdir bir növ. Bu şeydə biraz diqqətimizi saxlayaq ki, təklif məsələsində. Təkliflər fərqli idi. Əsas məqsəd nə idi? Hədəf idi. Yəni, hədəfə çatmaqdan ötürü o şərtlər ki var, Allah təyin eləmişdi. Amma bəzi görürsən ki, şərtlər də yarandı ki, Allahın qoyduğu təyinatı dəyişdilər. Amma o şərtlərin görürsən ki, Həzrəti Peyğəmbər salavatullah ki, demişdi ki, Allah mənə əmr elə bir yer üzündə bir xəlifəmi təyin edeyim və ondan sonra da Həzrət Əlini təyin edəndən sonra sözdə təyinatla Allah deyib, o da icra eləyir ki, bəlliğ məuzul edir. O da bəlliğ elədi, təbliğ elədi. Peyğəmbər də təbliğ elədi ki, فَإِذَا فَرَقْتَ فَنْسَبْ fariq oldun, yerində seç. Onu elədi. Ondan sonra dedi ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Ətməmtu. Nemətin biri nə idi? Peyğəmbər, ləqəd mənnəllah. Sonuncu da nemət ki, ikinci nemət daha doğrusu imamət məsələsidir. Bu imamət məsələsi əgər icra olunsaydı, yerində olsaydı, o hədəf ki vardı insanların hidayəti, o insanların hidayəti, kütləni, xalqı Allaha tərəf çağırmaqlıq, Allaha tərəf likulli qovmin had çağırmaq üçün o cür ki lazım idi, şəraitlər var idi. Amma bəzən görürsən ki, Həzrət Peyğəmbər ki, dünyasını dəyişəndən sonra
o şərtlər ki, elə formada tərzdə dəyişdi ki, o şərt yerində idi yenə də. Amma qiyam eləməyə səbəb yaranmamışdı ki, Həzrət Əmir Əl-Möminin dursun, qiyam eləsin. O şərt vardı, şərait vardı ki, nənəsinin haqqını tələb eləsin. Yəni, Allahın qoyduğu qanun tapdanmışdı. Ondan sonra ikincidə, üçüncüdə Allahın qoyduğu qanun tapdandı. Həzrət Əmir Əl-Möminin ta o cür idi ki, Allahın hökmlərini icra eləmək üçün üstünə hücum çəkdilər. Həzrət Əleyhisselamı dedər, gəl xəlifə olduğuna. Yenə də nə oldu? Vəzifə bildi ki, mən bu insanların hidayəti üçün özüm bu vəzifəni icra eləməliyəm və icra da elədi. Amma Həzrəti ki, şəhadətə yetişdirəndən sonra, çatdırandan sonra Bəni Üməyyə, qısa gedək də, çünki Bəni Üməyyə artıq elə bir iş gördülər ki, Həzrəti Peyğəmbərin vəsiyyəti tamamən tapdandı. Digərləri tapdanmışdı. Tamamən tapdandı heç və artıq İmam, yəni Əhl-i Beyt, Peyğəmbər ailəsinin ki, Allah ki, özü buyurmuşdu ki, deyin, mən Əhl-i Beytimə sizə məhəbbət və məvəddətdən başqa bir şey istəmirəm. O da artıq getdi. Yəni, artıq zülm olundu, nəinki məvəddət. Bəli. Zülm başlıca səbəb idi ki, Həzrət İmam Hüseyin əleyhissalam o hədəfə ki, çatmaq üçün o səbəb idi artıq. O hədəf ki, vardı, artıq zülmün olduğu yerdə hidayət mümkündür. Yəni, zülm olan yerdə hidayət nə idi? Hidayət budur ki, insanlar Allahın o, deməli, hökmlərini icra etsinlər. Allah zalim qövmə hidayət etməz. Bəli, Allah da zalim qövmə nə eləməzdi? Hidayət etməzdi. Bəli. Yəni, Allah da verməzdi o şey. Zülmlə də heç bir zaman yəni, Allahın qoyduğu hədəflərə yetişmək olmaz. İmam Hüseyin əleyhissalamda qiyama şərait vardı, yenə də deyirəm, amma səbəb olan şeylər çox idi. Onlardan biri Yezidin artıq hakimiyyətdə olması. Yəni, Muaviyyə dövründə 10 il ki, Həzrət İmam Hüseyin əleyhissalam səbr eləmişdi. Bəli. Məgər şərait yox idi. Şərait idi də bu da ki, mübarizə eləsin. Bəli. Şərait idi ki, qiyama qalxsın. Şərait idi ki, zalimə qarşı çıxsın. Amma bəzi səbəblər ki, vardı, o səbəblər hələ o şəraitin olmasına baxmayaraq zaman baxımından yetişməmişdi. Kərbəla hadisəsi, əgər desək ki, biz tarixdir. Çünki tarix deyəndə tarixin özündə yalan doğru ola bilər. Yəni, keçmiş deməkdir, getdi deməkdir. Amma Kərbəla hadisəsi həm tarix demək olardı, amma vaqei tarixdir. Vaqiyə ona görə deyirlər, yəni həqiqətdə həqiqi tarixidir. Çünki tarix dedikdə mütləq təhrifat yada düşür. Tarix qaliblər yazırlar. Bəli, tarixi təhrifata məruz qala bilər, dəyişikliyə məruz qala bilər. Bəli. Amma vaqiyə isə, yəni Kərbəla bir vaqiədir, Kərbəla bir hadisədir. Əbu Muxnif kimi şəxslərin yazdığı vaqiəni ki, götürəndə heç onlar da yazmıblar Kərbəla tarixi, yazıblar vaqiəsi. Niyə? Bir tarixi ki, əgər məsum yaradıbsa da tarix olmur. Bəli. Olur nə? Vaqiə, hadisə. Bəli. Kərbəla bir hadisədir. Nə üçün? Allahın qoyduğu əsas hədəflərə çatmaqdan ötürü baş verən hadisədir. O hadisələr nə idi? Zülm çoxalmışdı. Rum surəsinin 41-ci ayəsində Allah Teala özü işarə eləyir orada ki, Zəhrəl fəsadu fil bərri vəl bəhr. Yer üzündə fəsad, quruda və suda fəsad baş verdi, zahir oldu, bima kəsəbət əydinnas, insanların özəliyinə. Yəni, fəsadı eləyən burada insandır, insan oğludur. Buradan çox məsələlər çıxır ortalığa. Məsələn, bəzən Əməvi, Bəni Üməyyə, deməli, bir cəbriligi vardı. Bəli. Atırdı ki, misal deyir ki, bəli, bu təqdir-i ilahidir. Yox, təqdir-i ilahidir, amma belə yox. Bəni Üməyyə qədərində yox. Bəni Üməyyənin qoyduğu təqdirdə yox. Onun təfsir etdiyi, qoy belə deyək də, Kərbəlanı ki, təqdir-i ilahi deyək, onun təfsir etdiyi tərzdə yox. Yəni, o cəbirlik idi. Çox şeyləri görərsən ki, vacib olar, amma cəbirlik yoxdur İslamda. Ümumiyyətlə, demək olmaz cəbirlikdir İslamda var. Necə yəni? Məsələn, namaz vacibdir, yoxsa məcburdur insan? Vacibdir. Vacibdir, amma məcburdur. Bəli. Allah ixtiyarına buraxır. Bəli. Həzrət İmam Hüseyin əleyhissalam da aləm zərridə
Kərbəla hadisəsi ilə tanış olmuşdu. Və təklif olmuşdu ki, Allah demişdi, mənim dinimi qorumaq üçün, yaşatmaq üçün çox şeylərindən keçə biləcək. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالثَّمَرَاتِ وَالْأَنْفُسِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ. Həmən bu şeyləri sən verə biləcəksən. Yəni canın gedəcək, malın gedəcək, evladlar gedəcək, malından azalacaq, sənin səmərində, evlad səməründən azalacaq, amma din yaşamaq üçün. Bunlar hamısını gözə aldı, təklif oldu İmam Hüseyin İslam ləbbeyk dedi. Yəni İmam Hüseyin İslam təklifi qəbul elədi. Bəli, indi təklifi icra eləməklikdə artıq Allahın qədəri icra olunmalıdır. O Allahın qədəri də nə zaman icra olunur ki, dediyimiz kimi, Allah deyən hadisələrin yaranması üçün artıq dedik şərait vardır. Səbəblər yaranmalıdır. Səbəblər yarandı, İmam Hüseyin İslam öz təklifini icra etmək üçün qiyama qalxdı. Bunu demək. Çox təşəkkür edirik Hacı. Hacı, bəs ilahi təqdir dediniz ki, əlbəttə ki, Kərbəla vaqiəsi ilahi təqdir idi. Elə istərdik aydınlığı gəlsin, tamaşaçılarımız üçün çox faydalı olacaq düşünürük. Əsli ilahi təqdir, həqiqi ilahi təqdir o cəbrillik ilə nə ilə fərqlənirdi və ilahi təqdir olmaz Kərbəlanın vaqiəsi bu mənada hansı özəlliyə sahib idi? Bəli, dedik ki, ilahi təqdir təklifdən irəli gələn idi, vəzifə idi. Bəli. Yəni o vəzifəyi ki, Allah Teala aləmzərdə Həzrət İmam Hüseyin əleyhissalam ki, qəbul etmişdi, onu artıq müəyyən zaman şəraitində və səbəblər səbəb oldu ki, İmam Hüseyin əleyhissalam o ilahi qədəri canı ilə qarşıladı, malı ilə qarşıladı, vücudu ilə qarşıladı ta əgər İmam Hüseyin əleyhissalam onu qarşılamasaydı, yəni zülmə qarşı birdən İmam Hüseyin çıxmasaydı, heç kim də tarixdə zülmə qarşı çıxmayacaqdı. Amma cəbrilik dedik nədir? Çünki cəbrilik budur ki, Bəni Üməyyənin düzəltdiyi, Muaviyyənin məxsusən düzəltdiyi budur ki, Yezidi məndən sonra xəlifə Allah təyin edib. Yəni, insanlar desin ki, hətta çünki hansısa yolla, axı bu gün onların da bəzi firqələrin əqidəsində var ki, deyir, əgər bir insan qiyam edibsə, hakimiyyətə gəlib oturubsa, bu cəbrilikdir də, cəbrilikin qaydası budur. Qədərdir. Biz Allahın qədərinə qədərinə biz qəbul eləməliyik. Allah üçün istəyib, bu da olmalıdır. Bunlar da İmam Hüseyin əleyhissalamın şəhadətinə bu cürünə nisbət vermək istədilər ki, İmam Hüseyin əleyhissalam ki, şəhadətə yetişdi, Allahın qədəri idi. Amma cəbrilik mənasında yox. Necə ki, istəyirdi bunu Bəni Üməyyyə təbliğ eləsin. Harada? İbn Ziyad dedi ki, İmam Səccad əleyhissalama, Allah Əlini öldürmədi bəgər. Dedim, Allah yox, məndən böyük bir qardaşım vardı, Əli Əkbər. Onu Küfə ordusu, Küfəlilərini siz öldürdünüz. Yəni Allah Teala öldürdü sözü yox idi ki. Bəli. Sadəcə olaraq bu ilahi qədər bu idi ki, dinin qorunmasından ötürü, əgər yəni ixtiyarı bu idi də, ilahi qədərin ixtiyarı tərəfində idi. Cəbri tərəfi yox. Dinin qorunmasından ötürü can da lazım idisə, hər bir şey vermək lazım idisə, verməli idi. Çünki İmam Hüseynin özünə bir dənə hədis var. İmam Hüseyin əleyhissalam buyurur ki, elə ki gördünüz, canınız xətərə düşür, malınızı verin, geçsin. Amma elə ki gördünüz, dininiz xətərdədir, namusunuz xətərdədir, canınızı da verin, geçsin. Yəni, bu ilahi qədər. Bəli. Allah Teala təyin edib. Budur. Ya budur, ya budur. Yəni, yol varsa ortalıqda iki yol, təqdir ilahi buradadır. Amma desək ki, qədər bu mənada ki, ancaq yol buydu, İmam Hüseyin gedib orada şəhid olmalı oldu. Sən nəyə bənzirdi? Buna bənzirdi ki, elə də məcbur idim. Mən qiyama, çünki Hüseyin qiyama qalxdı, mən öldürdüm. Onda bunlar deyirlər ki, İmam Hüseyinə də onda salam olsun, Yezdə də salam olsun. Yəni bu çıxırdı. Amma biz dedik ki, xeyr, zalimə heç bir zaman, bayaqda qəşə ayə işarə elədim. La yenalu əhdələ zalimi, yəhdi zalimi. Zalimə Allahın əhdi yetişməz. Bəli. Həzrəti İmam Hüseyin əleyhissalam bir səhnə ki, bir obraz ki vardı, yaranmışdı. Yəni Allahın hökmünün icra etmək. Bəli. Onun icraçısı başında İmam Hüseyin idi. Onun ətrafında olanlar da ilahi təqdirdə iştirak edirdilər.
Yəni İmam Hüseyn əleyhissalamın yanında olanlar. Muhammedur Resulullah və ləzinə mə'ahu ayədə də var. Həzrət Peyğəmbər Allahın Peyğəmbərdir. Onunla bir yerdə olanlar kafirlərlə şiddətli, öz aralarında mərhəmətdir. Burada cəbriyyət var. Burada qədərdir yəni. Bəli. Yəni Allah miqdar qoyub, qədər qoyub. Bəli. Bu budur, sağlam tərəf budur, batıl tərəf budur. Heç kim təhkim olunmayıb. Bəli. Çünki yer üzündə nə fəsad zahir olursa insanların özünün əlindədir. Yəni Allah bunu fəsadı yaratmıb ki. Onda ki fəsadı Yezid yaratdı, ilk başlayan fəsadı yaradır da, qoy belə deyil. Birinci kimi ox atdısa, müharibəyə başladısa, fasid odur. Bəli. Fəsad edən odur. Kərbəlada Ömər Sad dedi ki, şahid olarsınız əmirin yanında, deyirsiniz ki, birinci oxu mən atdım. Məhərrəmdə niyə görə müharibə eləmək haramdır? Çünki 4 dənə haram aylardan biridir. Bəli. Onu cahiliyyət ərəblərinin dövründə qalmışdı. Onlar icra eləmirdi, qanunu qoymamışlar. Ta Allah qoymuşdu, bəlkə də İbrahim birinci, çünki Hənif dinin dedilər. Bəzi dinlərdə qalmışdı, dinlərdən deməli, hallar qalmışdı ki, adətləri qalmışdı, qəbul olunmuşdu. Amma Ömər Səd ki, dedi, şahid olarsınız əmirin yanında, birinci mən müharibəyə başladım. Amma İmam Hüseyn nə deyirdi? Deyirdi, su gətirməyə gedəndə Həzrət Əbəlfəski dedi, icazə verə gedim su gətirim. Dedi, ged amma müharibəyə, yəni qılınc vurma, öldürmə, birinci sən başlama. Haram ayda cihad haram idi, difa haram deyirdi. Müdafiə olun, amma başlama. Amma müharibəni sən başlama. Çünki müharibənin başlamaqlığı, ilk işi, yəni insanların rahatlığını pozmaq, zülm eləməklik fəsad idi. Bəli. O da insanların özəllindən deyil. Görürsən, bir adam birinci müharibəni başladı, o adam nədir? Fasiddir. Allah da heç bir zaman zalimə kömək eləməz, fasidə kömək eləməz. Allah Teala özü buyurur ki, zəhərəl fəsadı fil bərri vəl bəhər bima kəsəbət əydin nas. İnsanların öz əli ilə olub. Yəni, Allahın boynunu atma. Nə biz tavfizə qail deyirik, demirik ki, insan hər şeyi öz edir. Yəni, Allahın xəbəri yoxdur, yaratdı, qutardı. Nə də bunu qəbul eləmirik ki, cəbirliyə ki, yəni, nə eləyir? Allah eləyir. Yəni, insan eləmir. Biz əmr-i beynəl-əmreyn. İki şey. Yəni, insan ixtiyarı ilə azaddır. İxtiyarı ilə azaddır. Faili muxtardır. Faili muxtar əmamma. İxtiyarım yox mənim. Allah mahir sürətə ömür versin. Onun yaxşı bir şeydir. İnsan faili muxtardır, deyir. Biz faili muxtarıq, amma bizim ixtiyarımızı əlimizdən yenə bəşər alır. Bəşər bizim əlimizdən ixtiyar alır. Yenə buyurur ki, bima kəsəbət əydin nas. İnsanların, burada ümumi insanları deyir, yox, o insanlar deyir ki, onlar fəsadı edirlər olan məlində. Yəni, ixtiyara işarədir. Burada insanların fəsadlı bilməyini demir. Yəni, nə edir, insan özü edir. Fəmən ya'məl misqalə zərrətin xeyrən yerə və mən ya'məl misqalə zərrətin şərrən yerə. Kərbəlada oxu kim atdı? İnsan atdı da. Bəli. Rəhm eləməyən insan idilər. Ayaqyalın atdan düşüb boynuna, əqqabının içinə qum doldurub, əqqab çəkmələrin içinə başını açıb, iməkləyib, rəhbərinin yanına gələn də insan idi. İmam Hüseynlə axşam söhbət edib, cənnətlə cəhənnəmin arasında qalmışam, bilmirəm hansına gedim, bu da insan idi, bu ixtiyarında idi. Bəli. Biri o an ixtiyarından istifadə elədi, gəldi İmam Hüseynə tərəfə, digəri isə bədbax oldu, İmam Hüseyn əleyhinə çıxdı. İmam Hüseynlə müharibə apardı. Deməli, qədərini insan özü təyin elədi. Necə dedik, aləm zərrədə İmam Hüseyn əleyhissalam və onun yanında olanlar qəbul elədi ki, canımızı da verəcəyik, öz əməllərini də icra elədilər. Hətta İmam Hüseyn əleyhissalam ki, dedi, gecə ilə mənim əhl-i beytimin hər bir üzərindən tutub gedə bilərsiniz, yolunuz açıqdır. Heç kim getmədi. Heç kim getmədi. Bəs o tarixdə olan gedənlər kimdir? Çıraqlar söndürdü, getdilər. Onlar əvvəldən ayrılanlar idi. O qalanlar ki vardı, səhər döyüşənlər İmam Hüseyndən, onlar gecə İmam Hüseynin yanında idi. Heç kim getməmişdi. O 70 nəfər ki vardı. Bəs 100 neçə nəfərə çatmışdı. Onlar sonradan elə
gələnlərdir, qoşulanlardır, bəziləri qıraqdan eşidib çatanlardır ki, İmam Hüseyin əleyhissalam yanında. Hətta bəziləri də İmam Hüseyin əleyhissalamdan sonra gəlib kömək edənlər oldu. O nə idi yenə? Öz qədərini insan özü təyin elədi. Deməli, bu ixtiyarı oldu, cəbri olmadı. Əgər bir qədər ki, insan öz ixtiyarı ilə, öz qədərini, taleyini özü həll edirsə, buna cəbirlik deyərlər, yox. O cəbirliklə bu fərqi budur. Təqdiri ilahi budur. İnsan öz qədərini, öz taleyini özü həll edir ixtiyarı ilə. Fəmən yəməl misqalə, zərrə qədər eləsin, görəsin. Zərrə qədər yaxşılıq eləsin, görəsin. Pislik eləsin, görəsin. Çox təşəkkür edirik sadəcə bu açıqlamaya görə. Həqiqətən də vurğuladığınız məqamlar mövzunun daha da aydınlaşmasına tamaşaçılarımız üçün çox faydalı olacaq. Minnətdarıq sizə. Sənan bəy, söz sizdədir, lütfən. Çox sağ olun. Bismillahirrahmanirrahim. Ya Rahmanu, Ya Rahim, Ya Allah. Sallallahu aleyke ya Eba Abdillah. Esselamu aleyke yebne Resulullah. Ya garibel vatan, ya aziz az-Zahra, ya Sarallah. Ey hakikat aktaran az mezhebi edyana bak. Ey hakikat aktaran az mezhebi edyana bak. O hakikat sendedir, kalbindeki vicdana bak. Sor o vicdanından aya, hak nedir, batil nedir? Hakkı tapmak için onun gösterdiği ünvana bak. Doğru ünvan merkezi din, ehl-i hakka Kabe'dir. Dəstə dəstə qibləgaha üz tutan karvana bax. Kəbədə beyət edirlər hacılar Allah ilə, şeytanı daşla vururlar. Cəngə bax, meydana bax. Atmadan evvel o şeytana daşı fikr eyle bir, belki o sensen, nəzər qıl sureti şeytana bak. Birdən öz əksin görünsə, vur daşı çıxsın gözün. İller ile ettin her sehve her nöksana bak. Bir emeldir ki minaden hacılar kurban keser. Kim deve kim koç keser, sen eldeki imkana bak. Kesmesen öz nefsivin başın o kurbandan qabaq. Fayda vermez boş emeldir, zibh olan heyvana bak. Dersi kurbanı al ustadından İbrahim'dir o. Dersi kurbanı al ustadından İbrahim'dir o. Oğlunu Allah'ına kurban edir, imana bak. Bir əzim kurbana kurbanın feda etmiş Xuda.
Bir əzim qurbana, qurbanın fəda etmiş xuda, bir qoç endirmiş səmadən, bəxşişi rəhmana bax. Qoç peyğəmbərdən əzim olmaz, nədir mənası bəs? Ayəni dərk etmədin, təfsiri aç, mizana bax. Vardı bir qurban, ona Allah böyük qurban deyib, gözlərin aç, Kərbəlada qan dolu meydana bax. Görməyib tarix o qurbanlar kimi qurbanları, aç vərəqlə tarixin hər yazdığı dastana bax. Bir bəbir qurban kəsildi, məhzərində bir şəhin. Dosta bax, qardaşa bax, övlada bax, dərişana bax. Hər nəyi var idi, Allaha məhəbbətlə verib, eşqə bax, İxlasa bax, sən əhd ilə peymana bax. İndi o Mevla çuxur yerdə satır öz canini, can satan kəs bir yana, sən can alan canana bax. Müştəri məşuq olan, müştəri məşuq ola, canın satan da aşiqi. İndi gəl bazar-ı eşqə, lütfə bax, ehsana bax. Cənnət məşuqidir, canın bahası, aşiqin can satan naz eyləyir. Bağı behiştə cana bax. Təşnə ləblər çat-çat olmuşdu, susuz torpaq kimi. Gülüstan tək sinəsindən nizəvi peykana bax. Alnını daşlar qırıbdı, başını zərbi əmuyud. Əyməyibdir zülmə başın, can verəyən sultana bax. Öz qanıyla tək nübüvvət günlərin sirab edib, Gülüstanı qoymayıb, solsun belə bağbana bax. Qoymadı Adəm ölə, Musa ölə, İsa ölə. Din İslamı diritti öz qanıyla, qana bax. Razıdır Peyğəmbərin başı ucalsın, öz başı. Nizələr üstə səyahət eyləyən, qurbana bax. Həzrəti Peyğəmbərin başını ucaltdı ərşidə, Elşəna Kərbəlada doğranan insana bax. Ələ lə'nətullahi ələl qavmiz zalimin. La havla və la quvvətə illa billahil aliyyul azim. Sallallahu aleykə ya Əba Abdillah. Teşekkür ederiz. Sesinizə qüvvət, sesinizə bərəkət, feyziyab etdiniz. Minnətdarıq. Teşekkür.
Değerli izleyicilerimiz, siz Kərbəlanın Sadası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi təqdir yoxsa tarix. Qonaqlarımız isə ilahiyyatçı Hacı Qurbət Abdulov və Əhlibeyt məddahı Sənan Sarıyevdir. Hacı, söhbətimizin davamında istərdik Kərbəla vaqiəsinin xatirəsinin yaşanması. Ümumiyyətlə, bunun məsuliyyəti və əhəmiyyəti haqqında danışaq. Çünki biz bilirik ki, bir şeyin baş verməsindən daha çox onun yaşanması ən çətin mövzudur. Çünki daha çox məsuliyyət tələb edir. Bu barədə biz nə edə bilərik, nə qədər əhəmiyyətlidir bu iş və bizim boynumuzda nə qədər məsuliyyət var? Bəli. Kərbəla əgər unudulsa, birinci bu tərzdən yanaşaq. Kərbəla unudulsa, bütün hədəflər puçular. İmam Hüseyn əleyhissalamın zəhməti ki var, o hədəfə görə canından keçmişdi. Onlar gedər, itər. Yəni, bütün İmam Hüseyn əleyhissalamın qurduğu işlər ki vardı, Həzrət İmam Hüseyn əleyhissalam ki, evladlarını ki vermişdi, o hədəfə, o məqsədə, İmam Hüseyn əleyhissalam ki, cana gelmişdi. Təsəvvür edin ki, bütün işlərini, bütün hər bir şeyini tənzimləyib İmam Hüseyn əleyhissalam ta İslam yaşasın. Bir şeyə yaddan çıxartmayaq. O gün ki, çalışdılar minarələrdən Həzrəti Peyğəmbərin adını çıxartmağa, İmam Hüseyn əleyhissalam canını qoydu ki, minarələrdə La ilahə illallah Muhammedur Rasulullah qalsın və qaldı da. Əgər İmam Hüseyn əleyhissalamın bugünkü gündə Əliyyən Vəliyullahı ki, bugün çalışırlar, çıxartsınlar, İmam Hüseyn əleyhissalamı unutmaqla onu da çıxardacaqdılar. Həzrət İmam Hüseyn əleyhissalamın qanı necə ki, qorudu İslamı, İslam nə idi? Həqiqətən. İslamın şüarından tanınır da İslam. Bəli. Yəni, tohid. Allah Bəni Ümeyyə lənətləsin. Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, Bəni Ümeyyə onlara şirki tanıtdırdı, tohidi yox. Bəli. Yəni, o qədər ki, hər şey şirk elədilər, amma tohidin nə olduğunu bilmədilər. O tohidi İmam Hüseyn əleyhissalam bu cür tanıtdırdı ki, o Allahın yeganəliyini qorumaqdan ötürü lazım gəlsə canından da keçəcək, lazım gəlsə malından da keçəcək, lazım gəlsə evladlarından da keçəcək. Kərbəla hadisəsi tarixin yaddaşında batıb yerəsi bir şey deyildi ki, bu günləri hər bir şəxsin vəzifəsi İmam Hüseyn əleyhissalamın məktəbini, ideologiyasını yaşatmalıdır. Bunun binasını yaşatmalıdır, hökmünü Həzrət Zeynəb qoydu. Həzrət İmam Səccad qoydu. Yəni, nə ilə qoydu? Həzrət Zeynəb çıxışları ilə qoyduğu kimi və içində nələr çəkdi ki, bir ilə xanım Zeynəb şəhadətə yetişdi. 34 ildə İmam Hüseyn əleyhissalamın bu məqsədini, ideologiyasını, inqilabını ağlamaqla biz zahirən deyirik ağlayır. Dualarla biz zahirən deyirik dua edir. İmam Səccad qorudu, saxladı. Çünki niyə? Bildirirdi ki, İmam Hüseyn əleyhissalamı belə şəhid edədilər, niyə şəhid edədilər? Hamı bilirdi niyə? Necə ki, Həzrəti İmam Rıza əleyhissalamın həyatına baxanda görürük ki, İmam Rıza çıxdı bir kəlmə, hədəfini harada dedi? Bir kəlmə orada dedi ki, eşitmişəm atamdan və atasına Silsilətü Zəhəbdə, kəlimətü la ilahə illallah hisni. La ilahə illallah kəlməsi alınmaz bir qaladır Allah deyir. Amma o alınmaz qalanın hər kəs desə, amanda qalacaq ilahə əzəbdən şərti var. Bax, dedi, şərtin də biri mənəm. Şərtin də biri Əli idi. Şərtin də biri Həzrət İmam Hüseyn idi. İmam Rıza əleyhissalam şərt nədir İslamın yaşanmağından ötürü, qorunmağından ötürü? Şərt insan idi. Hansı insan? O insan ki, fədakar insan idi. Və minən nasi mən yəşri nəfsə hübtiqa əmərzatillah. Vallahi rahim bil ibad. İnsanlardan eləsi var ki, o elə biləm o mədhiyyədə şar elədi ora. Mən yəşri nəfsəhü ibtiqa əbmərza. Allahın razılığından ötürü can satdı. Can bazarında can satdı. Orada şəhid də ola bilərdi Həzrət əleyhissalam. O ki, gecə yatdı Leylətül Məbiddə. Şəhid olmadan baş tutdu. Amma İmam Hüseyn əleyhissalam sanki canını, malını yenə Allah yolunda satdı ki, Allahın dini qalsın. O bir yaxşı bir, gözəl deyim vardı. Deyirlər bugünkü gündə. Deyirlər ki, İslamın qan çatışmazlığı vardı. Xəstələnmişdi İslam. Qan çatışmazlığı vardı. İmam Hüseyn əleyhissalam gördü, tutuzurdu ki,
İmam Hüseynin qanı o İslamı yaşadacaq. İslamla üzbəüz gəlir. Hər adamın qanı dinlə üzbəüz gəlməz. Qanı xarablar dini məhv eləməyə çalışarlar. Görərsən, qanı xarablar həqqi qəbul eləməz. Elə bu gün də qanı xarablar həqqi qəbul eləmir. Şairdir, Yezidə tabi olanlar behişti duzəxə satdı. Bunlar ki, Yezidə tabi oldular. Seçim qarşısında dedilər də, insan dedik ki, öz qədərini, öz taleyini özü həll edir. Əgər Yezidə tabi oldusa, cənnəti satdı cəhənnəm müqabilində. Allah özü də deyir ki, dünyanın müqabilində ahirət əldən verdilər dünyaya görə. Yezidə tabi olanlar behişti duzəxə satdı, Hüseynə tabi olanlar medalı cənnət apardı. Cənnəti medal apardı yaxasından. Çünki həqqlə batil arasında çox insanlar qaldı. Bəli. 5 dəqiqə kimin vaxtı vardı? Tövbələdi Hürrün. 5 dəqiqə. O 5 dəqiqənin ağası oldu. Böyük alimlərdən biri deyir, gəlir Hürrün qəbrini ziyarət eləyəndə deyir ki, Hürr, mən mərciyəm, müctehidəm. Səni məndən artıq eləyən ki, bugün gəlmişəm ziyarət və diz atmışam, yerdə oturmuşam, səni ziyarət eləyirəm, ziyarətnamə oxuyuram, sənin o 5 dəqiqəndə oldu. O 5 dəqiqə hidayət tapmağında oldu. Həmən o 5 dəqiqə şans Ömər Sədin vardı, amma olmadı. Bəlkə də ondan da artıq idi vaxtı. Bəli, amma onda olmadı. Bəli, gecədən idi sən bizdə. Amma olmadı. Niyə? Çünki qədərini özü belə təyin elədi. Bəli. Oradakı aləm zərridə təklif eləyəndə onun ruhu elə qəbul eləməmişdi. Bədbəxt oldu, məhv oldu. Ona görə İmam Hüseyin əleyhissalamın məktəbi ideologiyasını saxlamaq, qorumaq, dini qorumaq. Necə İmam Hüseyin qanı ilə dini qorudu, bugün də biz İmam Hüseyin əzadarlığını, məktəbini saxlamalıyıq. İmam Hüseyin əleyhissalamın matəmini qoruyub saxlamalıyıq ki, İslam dini o tərzdə qorunur. Necə bəzi görürsən ki, şəxsiyyətlər deyirlər ki, bu ərbəyinə getməyin nə mənası var? Piyada getməyin nə mənası var? Yürüyüşün nə mənası var? Bunlar mənası elə ondadır ki, bugün ərbəyinlə aşuranı qoruyursan. Bəli. Ərbəyinlə aşuranı qoruyursan. Düzdür, mənim piyada getməyin bir şey mənası olmaya bilər. Mən gedirəm. Ya o birisi gedir, olmaya bilər. Amma onlar yığılır, mənlər yığılır, olur 25 milyon bildirilir ki, bəli, bu kişi fədakarlıq eləyib, bunlar niyə piyada gedirlər? Çünki İmam Hüseyin əleyhissalamın 40 nədən olub? 40 gün ondan qabaq İmam Hüseyin fədakarlıq eləyib, canını, malını, balalarını, İslamı qorumaqdan ötürü. Bəli, budur. Biz bu hərəkətlə qoruyuruq ki, biz İmam Hüseyin əleyhissalamın yanında yox. İbrahimi od atanda, o qaranquş məsələsi, ağzında su apardı, kərtənkələ çöp apardı. Dedi, sən güya su aparmağından onu söndürəsən. Dedi, yox, sən elə çöpü nə məqsəd aparırsan ki, bildirirsən ki, mən düşməniyəm. Mən də su atıram ağzımda ki, mənimki söndürməz. Amma bildirirəm ki, mən dostam. Ən azı harda olduğumu bildirirəm. Kimin yanında olduğumu bildirirəm. Bu ərbəin yürüyüşü ilə biz bu tərzdə qoruyuruq İslamiyyəti. İslamiyyəti qoruyuruq. İmam Hüseynin məktəbini qorumaq, aşurasını qorumaq, İslamiyyəti qorumaqdır. Bəzi insanlar bunu anlamaya bilər. Bəli. Bəzi insanlar bunu, nə bilim, o bəzi şeylər kimi, səhnə kimi baxa bilərlər. Bəli, məzhəbi bir məsələ kimi. Məzhəbi bir məsələ yox, bu məzhəbidir. Məzhəbidir, zahirən məzhəb ola bilər. Bəli. Çünki İmam Hüseyin İslam heç bir məzhəbindir ki, İmam Hüseyin İslam dinindir. İmam Hüseyin İslam dinin o qoruyucusudur. Bəli. Dini qoruyur canı ilə. Hansısa bir filan kəsləri qorumaq üçün deyil ki. Əlbəttə. Allah İmam Hüseyin İslamın eşqi ilə bizi yaşatsın, öldürsün. Amin inşallah. Çox təşəkkür edirik Sacı, var olasınız. Sənan bəy, lütfən sizdən bir daha ifa istəyəcəyik. Yine bir il ötüşüp kalbimize gem geldi. Yine bir il ötüşüp kalbimize gem geldi. Uyan ey ehli eza,
mahi Muharrem geldi. Bu Hüsem matemidir tazeleye gehdimizi. Qara köynəklilərə bir qara pərçəm gəldi. Bu Hüsem matəminəyəm, xor baxana göz dağıyıq. Sən də gəl mən bu səfaya, səmtinə zəmzəm gəldi. Ey könül ağla bu matəmdə Hüsem madərinə. Gətirər məhşərə eşq, gətirər məhşərə eşq əhlini, hər dəm gəldi. O kərəm sahibidir, eyləyər hər ləhzə dəva. Rozi məhşərdə sınan dillərə məlhəm gəldi. Qurbətə, Allah hacının qələminə qüvvət versin. Qurbətə, baxma bu qanlı ələmə, sən də məlul, yoxsa vardır bir ümid, sirr və həmdəm gəldi. Yoxsa vardır bir ümid, sirr və həmdəm gəldi. Təşəkkür edirik Sənan bəy. Səsinizə qüvvət, səsinizə bərəkət, feyziyyab etdiniz gözəl çıxışınızla. Allah əcr versin. Təşəkkür edirik hər birinizə. Hacı, gözəl çıxışınıza görə çox maraqlı, çox mühüm və önəmli mətləblərə toxundunuz. Kərbala vaqiəsini ilə təhlilində tamaşaçılarımız üstündə çox gözəl tərzdə faydalı olacağına inanırıq. Çox minnətdarıq sizə. Sənan bəy, siz də səsinizlə feyziyyab etdiniz. Allah əvəzini versin. Hər birinizə dəvətimizi qəbul edib gəldiyinizə görə bir daha minnətdarlıq bildiririk. Təşəkkür edirik sizə. Çox sağ olun, Allah razı olsun. Biz də təşəkkür edirik ki, bizə dəyər verib, bu dəyərli verilişimizə dəvət eləmişsiniz. Minnətdarlıq. Uzun ömürlü olsun inşallah. Allah Əhl-i Beytdən heç bir zaman ayrı salmasın, sizi də bizi də. Təşəkkür edirik, var olasınız. Çox sağ olun. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bütün Əhl-i Beyt sevərlərə, bütün qəlbində İmam Hüseyn eşqi, İmam Hüseyn məhəbbəti daşıyan hər kəsə Kərbəla vaqiəsinin ilahi rənglərini ən gözəl şəkildə fəhm etməyi, dərk etməyi və öz həyatında yaşamağı nəsib etsin. Növbəti buraxılışlara dək Allah'a əmanət.